Azərbaycan ilə Çin arasında münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu əməkdaşlıq siyasi dialoqdan tutmuş iqtisadi və mədəni sahələrdə də yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixi İpək yolunun yenidən dirçəldiyi bir zamanda Azərbaycan-Çin əlaqələri qarşılıqlı fayda və uzunmüddətli tərəfdaşlıq əsasında gələcəyə doğru inamla irəliləyir. Bu barədə öz fikirlərini politoloq Züriyə Qarayeva iki sahili açıqlamasında bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə bu dövlət səfəri həm geosiyasi, həm də geoiqtisadi baxımından son dərəcə əhəmiyyətlidir. Səfər çərçivəsində əldə olunan razılaşmalar, ifadə olunan bəyanatlar, münasibətlərimizi xarakterizə edən əhəmiyyətli nüansların dilə gətirilməsi, bu istiqamətdə həmçinin gələcək yol xəritəsinin açıqlanması xarici siyasi əlaqələrimizin nə dərəcədə peşəkar formalaşdırıldığının nümunələrindən biridir. Azərbaycan özünün çoxvektorlu siyasəti ilə hər zaman bütün dövlətlərdən seçilib, Avropadan Asiyaya, materikin bir çox dövlətləri ilə dinamik əlaqələrimiz günü-gündən inkişaf edir. Bu sırada Çinin adı xüsusi qeyd olunmalıdır. Elə adı keçən səfər də bu fikri isbatlamış olur. Bu Azərbaycanın xarici siyasətində son dərəcə mühüm nailiyyətdir, xüsusən də qlobal cənub ölkələrinin yeni dünya düzəninin qurulmasından danışarkən diqqət mərkəzində olduğu indiki geosiyasi proseslər fonunda. Qərbdə Çin dünyanın ən güclü dövlətlərindən biri və təhlükə mənbəyi kimi müəyyən güclər tərəfindən qəbul olunmaqdadır. Azərbaycanın son illərdə fəal şəkildə Pekinlə münasibətləri yeni strateji səviyyəyə qaldıra bilməsi, bu münasibətləri prioritet istiqamətlərdən birinə çevirməsi bir daha Bakının xarici siyasətinin müdrikliyini, düzgün hesablama və uzaqgörənliyini əks etdirir. Hər iki dövlət bir-biri üçün çox önəmli tərəfdaşlardır. Diplomatik əlaqələrin qurulmasından hal-hazırda 33 il keçir və ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi beynəlxalq münasibətlər platforması çərçivəsində formalaşan Azərbaycan-Çin münasibətləri qarşılıqlı siyasi etimad, dinamik iqtisadi əlaqələr, perspektivlərin düzgün dəyərləndirilməsi və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan qarşılıqlı dəstəklə xarakterizə olunmuş. Rəsmi Bakı Çinlə əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. Qarşılıqlı viza sisteminin aradan qaldırılması, Çinin Azərbaycanın Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsində sədrliyini dəstəkləməsi, tərəflərin BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının, tərəflər konfransının 29-cu sessiyasının nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nəqliyyat və dönüş nöqtəsi kimi alqışlaması, eləcə də 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini nəzərə alaraq ölkəmizə rəsmi Pekindən dəstək ifadə olunması və digər məqamlar birmənalı şəkildə deməyimiz əsas verir ki, Azərbaycan-Çin əlaqələri bundan sonra da yüksək dinamika və konstruktiv çərçivədə inkişaf edəcək.